Əzəldən bəri xalqımızın zəngin irsini özündə daşıyan xına mərasimi bugün də adət-ənənəmizin ayrılmaz hissəsidir. Bu sevimli adətimizə bir daha nəzər salmaq üçün məhz bu sujetimizdə sizə bugünümüz üçün xınayaxtı mərasimlərinin uğurlu təşkilatçılarından biri və bu sahədə ən böyük şirkət olan Toy Show MMC-nin Toy Show xına qrupuna məxsus təşkil olunan xına mərasiminin gedişatını təqdim edirik. Məclis gəlinin üzü duvaqlı, rəqqasilərin müşayiəti ilə zala təntənəli şəkildə daxil olması ilə başlayır. Sizin aydın olsun, gün doğsun, aydın olsun. Şəbnəm xanımın xına gecəsini gözünüz aydın olsun. Güllərin yılı gəlsin, güllərin sola gəlsin. İnşallah qızlar cənnətdən ona gəlsin. Rəqqasilərin ifasında şux bir rəqs havası, daha sonra isə valideynlərin xeyir duası, aparıcıların şeir və bayatılarla qurulan təqdimatı ilə xına məclisi başlayır. Evimizə gəlin, gəlin, sağayaq gəlin, gəlin. Evimizə gəlin, gəlin, sağayaq gəlin, gəlin. Görüşünəyim, gəlin. Geniş şou proqramından ibarət olan məclisdə qonaqları daha da şənləndirmək üçün müxtəlif oyun və viktorinalar təşkil olunur. Şarf getirsiniz. Şarf. İlin bu fəslində xanımımız şarf istəyir. Xanım gəl. Odunuz gəl. Daha sonra gəlin köçəcək xanım və qızlar milli paltarlar geyinir və xına mərasimi başlanır. Gözəl alqışlarla gəldiniz. Xına mərasimine başlayacağıq. Gözəl alqışlar gəlsin. Toy Show xına qrupunun xanımların ifası, oğlan və qız evinin haqışda dəyişməsi başlanır. Ağacı tutdadır, haqışda, içi yanan qurtdadır, haqışda. Mənim bir baldızım var, haqışda, qarnı yaman qurtdadır, haqışda. Daha sonra professional xanımlar tərəfindən gəlinə və qonaqların əlinə xına ilə bəzək çəkilir. Kaynanası altınını hazırlar. Gənclərin istəyi ilə musiqili şou proqram təşkil olunur. Həftənin 7 günü 24 saat boyunca xidmətinizdə olan Toy Show MMC həmçinin toy, nişan, kiçik toy, yubiley və uşaq ad günləri, müxtəlif şənliklər, konsert və müxtəlif el şənliklərinin yüksək səviyyədə keçirilməsini təklif edir.